Ümumiyyətlə bu son zamanlarda meyxana konsertləri, meyxanaçılar konsertlər edirlər. Yəni daha bir yaxşı bir konsert eləmək istəyirəm və ciddi hazırlıq eləmək istəyirəm. Və dostlar da sağ olsunlar ki, yaxşı yanaşırlar. İndi bilirsiniz də, konsert elə bir şeydir ki, demək olar ki, sənin yaradıcılığındır, bu vaxta qədər nə eləmişsən? Hesabatındır. Mən də çalışıram ki, hər bir sənət adamı bunu etməlidir. Hə, yəni təşkilatçıları istəyirəm ki, yəni yaxşı təşkilatçı olsun. Yəni hər öz işini görsün. Çox vaxt görürsünüz ki, bəzən sənət adamları özləri qarışırlar, amma mən onun əleyhinə olan adamam. Çünki məsəl üçün səhnənin qurulmağı, 11 sənətkarı var. Musiqilərin, hər öz işini görsə daha yaxşı olar və istəyirəm bu konserti peşəkar edeyim. Çünki ömrümdə bir dəfə konsert edəcəyəm. Necə? Birinci kərəmdir də, mən heç vaxtı, məsələn, ad günü eləməmişəm bu vaxta qədər. Heç ad günü qeyd etməmişəm? Yox, etməmişəm, mən ad günü eləməmişəm. Yəni, istəyirəm ki, o konsertim... Yəni, özəl hazırlaşırsan ona görə. Bildiyim